Məşhur meyxanaçı Elşən Xəzər qızının Beniz ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəməsində ifadə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bu barədə Qafqaz İnfoya danışan meyxanaçı qeyd edib ki, onların bu cinayətə heç bir aidiyyatı yoxdur. Mənim və övladımın adından yayılan xəbər yalandır. Həmin işə bizim heç bir aidiyyatımız yoxdur. Biz o insanların heç birini tanımırıq. Qeyd edək ki, Elşən Xəzərin qızı Beniz ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə keçirilən məhkəmədə ifadə verib. O bildirib ki, istintaq müddətində bu işlə bağlı onu hər hansı bir polis bölməsinə çağırmayıblar. Gündəlik ünsiyyətin əsas platformalarından birinə çevrilən WhatsApp, köhnə nəsil Android telefonlar üçün dəstəyini dayandırmağa hazırlaşır. Yeni qərar milyonlarla istifadəçini əhatə edəcək. Metaya məxsus mesajlaşma tətbiqi 8 sentyabr 2026-cı il tarixindən etibarən Android 6.0-dan aşağı əməliyyat sistemlərində işləməyəcək. O deməkdir ki, daha köhnə cihazlar WhatsApp ekosistemindən kənarda qalacaq. Rəqəmlərə əsasən Android 5.0 və daha aşağı versiyalardan istifadə edən cihazların payı ümumi istifadəçi bazasında kiçik faiz təşkil etsə də, qlobal miqyasda bu milyonlarla istifadəçiyə təsir göstərəcək. Bu addımın xüsusilə 2015-ci ildən əvvəl istehsal olunan smartfonları əhatə etdiyi bildirilir. Qərarın əsas səbəbi həm texniki inkişaf, həm də təhlükəsizlik tələbləridir. Köhnə Android versiyaları uzun müddətdir təhlükəsizlik yeniləmələri almadığı üçün kiber təhlükələrə daha açıq vəziyyətdədir. Bu isə WhatsApp kimi şifrələnmiş rabitə sistemlərinin tam effektiv işləməsinə mane olur. Köhnə cihazlardan istifadə edənlər üçün WhatsAppda xidmətin davamı mümkün olmayacaq deyə məlumatda açıqlanıb. Xəbər verdiyimiz kimi Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim radioloq Asif Nəsirli ağır xəsarət alıb. Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb. Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-ci il təvəllüdlü Mübariz Əliyevin həmin həkimi qəsdən öldürmək istəməsinə dair əsaslı şübhələr müəyyən edilib. Ağır xəsarət alan həkim Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika Fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Uşaq Terapiyası şöbəsində və Uşaq Klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır. Bakı-Qazax magistralında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə yolun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Goranboyun Azadkənd sakini 2003-cü il təvəllüdlü İlkin Cəfərov idarə etdiyi VAZ 2107 markalı avtomobil yolun əks istiqamətinə hərəkət edərkən dəmir ağı kəsməyə çırpılıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Azadkənd sakini 2006-cı il təvəllüdlü Cavad Əliyev isə ağır xəsarətlər alıb. Yaralı dərhal Gəncə şəhər Abbas Səhət adına birləşmiş xəstəxanaya çatdırılıb. Hadisə yerinə dövlət yol polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma davam etdirilir. Yollarda həftə sonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu barədə ayda məlumat yayıb. Bildirilib ki, təmirlə əlaqədar olaraq ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Səməd Vurğun küçəsi, Bakıxanov Mirqasımov küçəsi arası, Rəşid Behbudov küçəsi, Rəhimov Zeynalov küçəsi arası, Vaqif prospektində Hacıbəyli Səməd Vurğun küçəsi arası 01 may saat 23:00-dan 4 may saat 07:00-a qədər hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq. Xarici dairəvi yolda 20 yanvar istiqaməti 1-3 may tarixlərində hər gün saat 07:00-dan 23:00-a qədər qismən məhdudiyyət, 0-1-4 may tarixlərində hər gecə saat 23:00-dan 07:00 arası tam məhdudiyyət tətbiq ediləcək. Xarici dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi, Bibiheybət məscidi istiqaməti üzrə təmin ediləcək. Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq, buğda və çörəyin bağlaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir. Bu barədə reporta Prezident yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib. Məlumata əsasən agentlik un və un məmulatları bazarında
mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikasını daim diqqətdə saxlayır. Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir deyə agentlikdən bildirilib. Sosial şəbəkələrdə aprelin 30-u Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlərin sayılarına baxmayaraq Nəsirli bugün dünyasını dəyişib. Qafqaz İnfo xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan Oxazın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır. Müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumatlar isə yalandır. NFC ödənişlərində əlavə gediş haqqı tutulması ilə bağlı K-Group MMC, Bakı Kart, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti və Bakubas birgə məlumat yayıb. Açıqlamada qeyd olunub ki, NFC ödənişlər zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır. Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartdan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur. Hazırda müşahidə olunan ardıcıl vəsait çıxılması halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni, kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir. Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur deyə məlumatda açıqlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən 69 yaşlı Vaqif Məmmədova hökm oxunub. Məhkəmənin hökmü ilə ona 6 il 6 ay həbs cəzası verilib. Məhkəmə zalında qandallanan sürücünün nəqliyyat vasitəsi idarə etmə hüququ da 4 il məhdudlaşdırılıb. Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vaqif Məmmədovun 5 il sürücülük hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum olmasını tələb etmişdi. Zərər çəkənlərin hüquqi varisləri isə Vaqif Məmmədovun daha ağır cəzaya məhkum olmasını istəmişdi. Qeyd edək ki, hadisə yağışlama şəraitində Böyükşor gölünün üzərində keçən yolda baş vermişdi və qəza amban lentə alınmışdı. Belə ki, Məmmədov idarə etdiyi Az İnşaat MMC-yə məxsus Mercedes Axor markalı yük avtomobilini yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozaraq əks tərəfdən gələn Volkswagen markalı maşınla toqquşub. Nəticədə sürücü Nəriman Gül Məmmədov və sərnişinlər Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər. Tovuzda ana və bacısını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Kainat Namazov cəzadan azad edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb. Ötən ilin yayında baş vermiş hadisənin istintaq materiallarında yazır ki, Kainat Namazov anlaqsız vəziyyətdə anası Sevinç Namazova və bacısı Aliyə Namazovanı çəkiclə başlarına vura-vura qətlə yetirib. Bundan sonra isə o, yaşadıkları evi yandıraraq əmlakı qəsdən məhv edib. Xüsusilə ağır cinayət əməlinə görə həbs edilən Kainatın tibbi ekspertizası onun anlaqsız olduğunu təsdiq edib. Bu əsasla prokuror da onun cəzadan azad edilərək məcburi müalicəyə cəlb edilməsini istəyib. Amma Kainat məhkəmədə gözlənilməz ifadə verib. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyini, cinayəti də necə və hansı şəraitdə törətdiyini xatırladığını bildirib. Kainat, ana və bacısını elə onu psixi xəstə kimi qələmə vermələri, müxtəlif vaxtlarda xəstəxanada yatmağa məcbur etdikləri üçün öldürdüyünü deyib. Təqsirləndirilən şəxsin bu dediklərinə baxmayaraq məhkəmə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyini sübuta yetirmiş hesab edib. Qərara əsasən Kainat cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun müalicəsi Səhiyyə Nazirliyinin bir saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə olunub. Sosial şəbəkələrdə Maştağada yerləşən bir saylı Respublika Psixiatriya Xəstəxanasından xəstələrin qaçması ilə bağlı məlumat yayılıb. Doğru Xəbər Azərbaycan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məlumat əsassızdır. Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır deyə
Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub. Yardımlıda gənc qızın meyidi tapılıb. Hadisə aprelin 30-u saat 12 radələrində Honuba kəndində baş verib. Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Rəvanə Camalzadənin meyidi yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkarlanıb. Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.